Videonu təcili seyv edirik, çünki baxanda belə ağzımızı sulandıracaq möhtəşəm bir ləzzət. Göyəm döyməcə hazırlayırıq. Nəhayət ki, sıra gəldi, çatdı döyməcimizə. Nə qədər ki, sezonu keçməyib, siz də alın, siz də hazırlayın. 1 kilo göyəmi qəşəng-qəşəng doğrayıram. Qeyd edim ki, məndə təmizləyəndən sonra 1 kilo qaldı. Təxminən 1 kilo 200, 1 kilo 300 qram meyvə alsaz, hardasa 1 kilo əldə etmiş olarsınız. Qəşəng-qəşəng doğradıqdan sonra üzərinə bir dəstə reyhan, böyüklüyünə asılı olaraq 1-2 dəstə cəfəri, 5-6 diş sarımsaq, 1 yemək qaşığı duz, 1 yemək qaşığından biraz az şəkər tozu əlavə edirik, yaxşı-yaxşı qarışdırırıq. 2-3 saat gözləyirik, suyunu bol-bol buraxsın. Daha sonra isə bankalara doldurub qapağını örtülü bir şəkildə qazana soyuq su əlavə edib 25 dəqiqə qaynadırıq. Qaynatdıqdan sonra ağzını presləyib sərin bir yerdə saxlayırıq. Hazırlayan hər kəsə indidən nuş olsun.